Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev belə deyir. Onun sözlərinə görə, həmin tibb bacıları bəzən ev şəraitində sadə tibbi prosedurları yerinə yetirmək, ilkin yardım göstərmək və hətta müəyyən xəstəliklərə qarşı dərmanlar yazmaq kimi xidmətlər təqdim edirlər. Vətəndaşlar isə bu cür yanaşmanın ciddi risklərini və fəsadlarını nəzərə almırlar. Evdə xidmət göstərilir. Yəni burada əlinin altında heç bir digər dərmanların yox. Burada xəstənin ağırlaşarsa, bunu entubasiya tənəffüs aparatına bağlama ehtiyacı olarsa və ya da başqa bir hər hansısa bir şey varsa, heç bir avadanlıq yoxkən insanlar bu riskə necə gedir? Belə hadisələr az deyil. Bizə müraciət edən bəzi xəstələr olur ki, xüsusən sistemdən sonra vəziyyətinin ağırlaşması, bəzən damar yolunu qoyurlar ki, damar yolundan sonra xəstənin qolunda trombun yaranması və yaxud da yerli infeksiyaların yaranması və yaxud da ciddi reaksiyaların yaranması mümkündür. Mütəxəssis bildirir ki, çox vaxt vətəndaşlar sadəcə özəl kurslarda qısa müddət dərs keçərək sertifikat alan, yaxud kimlərdənsə iynə vurmaq, sistem köçürməyi öyrənənlərə də etibar edirlər. Xəstəliyin ağırlaşması, ciddi infeksiyaların, ürək və damar problemlərinin yaranması da əksər vaxtlarda bu cür hallardan sonra başlayır. Bəzən vurğulayırlar ki, mən neçə ildir sistem qoşduram, evdə heç bir sıxıntı olmur. Yəni hadisə bir dəfə olur. Yaxın zamanda bildiyimiz kimi Azərbaycanda bir uşağa evdə anası iynə vurması nəticəsində də uşaq dünyasını dəyişmişdi. Ya da bəzən biz bunu görürük ki, xəstələr ev şəraitində təəssüf olsun, kiçik cərrahi əməliyyatlar bir icra olunanlar var. Nədir bunlar? Dırnağın çıxardılması ola bilər, evdə hər hansı tikişin, yaranın işlənilməsi ola bilər, tikişin atılması ola bilər. Yəni bunların belə ev şəraitində olduğunu çox təəssüflər olsun ki, görə bilirik biz.